öldürülən qadınların kişilər tərəfindən sayı daha çoxdur. Bilmirəm bu belədir həqiqətən ya yox. Ailədə şiddət olsa, bu olsun fiziki şiddət və yaxud da psixoloji bir şiddət. O şey ki, adətən bu qətl hadisələri baş verəndən sonra sağ qalanların verdiyi informasiyadan insanların bir qismi də onu əlində götürür və istifadə edir ki, baxın, ona görə lazım deyil belə ailələri saxlamaq. Yəni vaxtında boşanıb sağ qalmaq və yaxud da uşaqların travmadan qorumaq üçün boşanıb uşaqları tutaq ki, atasından ya anasından ayırmaq daha yaxşı çıxış yoludur. Bunu da nəzərə alaraq öz fikrinizin üstündə durursunuz, yoxsa bunlar ayrıca bir durumlarda burada fərqli davranmaq olar? Baxın da Səməd, qadının həyatında ən təhlükəli insan onun həyat yoldaşıdır. Qadın zorakılığının 70%-i burada hər bir şey, həm fiziki, həm öldürmə, həm də mənəvi zorakılıqdan söhbət gedir. Onların həyat yoldaşı ya da ki, sevgilisi tərəfindən törədilir. Biz bir tərəfdən düşünə bilərik ki, onda qadınlar ağılsızdırlar ki, münasibətin içinə girirlər. Amma bir fundamental fərq var. Siz hər zaman narsissisti, abuzeri görüşlər zamanı müşahidə edərək seçə bilərsiniz. Siz alkoholiki seçə bilirsiniz. Əgər o çox içirdirsə, siz onunla görüşəndə böyük ehtimalla daha çox içəcəkdir. Çünki qadınların öz travmaları var və onlar əksəriyyəti öz ataları tərəfindən qoyulur. O radikal bağışlanma kitabı var. Mən onu hamıya oxumağı tövsiyə edirəm. Müəllif kimdir? Colin Tipping radikal Azərbaycan dilində tərcüməsi var o kitabın. Onu da məsləhət görmüşəm ki, oxuyasınız. Necə ataların travmaları qızlarına keçir. Çünki biz kişilər olaraq çox da emosional deyilik və sevgi sözlərini demək bizi öyrətmirlər. Analarımız, atalarımız öyrətmirlər. Lakin qadınlar qulaqları ilə sevdiyinə görə sən qızıva dünyanın hər şeyini etsən, ən yaxşı təhsilini versən, ən yaxşı paltarını alsan, ən yaxşı tibb təmin etsən, amma mən qızım səni sevmirəm hər gün deməsən, qız dəyərsizlikdə böyüyəcəkdir. Qız düşünəcək ki, o sevgiyə layiq deyil və hər zaman abuziv kişilərlə münasibətdə olacaq ki, onu sübut etsin ki, mən sənin sevginə layiqəm. Nə var ata? Sadəcə ona deməyib ki, qızım mən səni sevirəm.